Kəmiyyətin verilən nisbətdə bölünməsi. Gəlin araşdırma məsələmizin üzərində mövzuya başlayaq. Heykəllər əsasən bürüncdən düzəldilir. Mis və qalayın uyğun olaraq 4/1 nisbətində qarışığından bürünc alınır. Yəni mislə 9 pay mis götürüb, 1 pay qalay götürüb bunları qarışdıranda deməli bürünc alınır. Heykəldə istifadə olunan qalay bütün qarışığın hansı hissəsini təşkil edir? Deməli, bütün qarışığımız tam 10 hissədir. Çünki 9 yerə və 1 hissəyə bölünüb də 9 pay birində, 1 pay birində. Bizə deyir, qalay bütün qarışığın hansı hissəsini təşkil edir? 10'da 1 hissəsini təşkil edəcək. Kütləsi 400 kiloqram olan, elə bilin 400 kiloqramlıq bir şeyi 10 bərabər hissəyə bölüb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 bərabər hissəyə bölüb. Bunun 9'u misdir. Mis. 1 payı da qalaydı. Cəmi də deyir, bunun kütləsi 400 kiloqramdır. Deməli, biz 400'ü 10 yerə bölməliyik. 400 bölünsün 10 bərabərdir 40. Yəni, bir payımız 40'dır. Misdə neçə dənə pay var? 9 dənə. Ona görə misi tapdıqda mis bərabər olur 9 vurulsun 40, 360. Qalay isə 1 paydır deyə buna da 40 olacaq. Görürsünüz, yəni 360'dan 40'ı topladıq, 400 elədi. Yəni, bunun 9 payı misə düşdü, 1 payı da qalaya düşdü. Bizə deyirdi ki, hazırlanması üçün neçə kiloqram qalay tələb olunur? Bunun cavabı 40. Bu heykəlin hazırlanması üçün lazım olan misin kütləsini necə tapmaq olar? Misi də tapdıq, 360. Və ya da əvvəlki sualımıza bizə dedik ki, qalay bütün qarışığın hansı hissəsini? 10'da 1 hissəsi idi deyə 400'ün 10'da 1 hissəsini tapsaq 40 olur. İndi buradakı məsələnin üzərində baxaq. Yəni, kəmiyyətlərin verilən nisbətdə niyə bölürük? Bəzən ədəd və kəmiyyəti müəyyən nisbətdə bölmək, yəni hər bir ədədə hansı hissənin uyğun gəldiyini tapmaq lazım olur. Məsələn, 20 kiloqram buğdanı 2-3 nisbətində 2 qaba paydır. Yəni, 2 pay birinə düşsün, 3 pay birinə düşsün. Ona görə biz bilmirik axı ki, bunları nəyə ixtisar etmişik. Məsələn, 10-15 götürsəm, 10'dan 15. Bunların hər biri 5'e ixtisar gedir. 2, 10/15'i də 2 bölünsün 3. Yəni, 2 pay budur, 3 pay budur. Amma 2-3 olması üçün bu məsələn 12 və 18 də ola bilər. Çünki bunların hər birini 6'ya bölsəm yenə 2/3 olur. Yəni, biz bilmirik də bunları hansı ədədə bölüb. Ona görə 2-3. Yəni, o bilinməyəni məchulu x ilə işarə etsəm, onda bu məsələni həll etmək üçün yazırıq ki, 2x üzərinə gəl 3x, axı cəmi 20'dir. Bizdə deməli sadə tənlik aldı. 5x bərabərdir 20, x da bərabərdir 20'ni 5'e böldük 4. Deməli, biz bunu 2 ilə 4'ü, 3'ü hər birini 4'ə bölmüşük. Ona görə 2'ni də vururuq 4'ə 8, 3'ü də vururuq 4'ə 12. Görürsünüz, sonda aldığımız bu 8-12 toplayanda yenə ümumi verilən məbləği almalıyıq. Yenə də 20 olur. Elə mən bunu sizə bir üsulla izah edəcəm. Tənlik kimi həll edin. Həm əliniz vərdiş olsun tənliyi həll etməyə. İndi gəlin məsələlərə baxaq. AB parçası bərabər hissələrə bölünmüşdür. Bu parçanı verilmiş nisbətdə bölən nöqtəni müəyyən edin. Yəni, yazıb birinci, 1 pay birində olsun, 7 pay birində. Məsələn, mən 1 pay AC-ni götürərəm. AC bölünsün. 7 pay A-dan da başlayıb götürə bilərsiniz, C-dən də fərq etməz. Görək, C-dən başlayanda 1, 2, 3, 4, 5, 6, 7. Deməli, CB arasında görürsünüz 7 hissə var. 7 bərabər. Deməli, bunu da CB yazaram. Yəni, AC-nin CB-yə nisbəti 1'in 7'yə nisbəti olar. İkinci. 2, 6 nisbəti. Məsələn, 2 pay buradan götürürəm. D ilə F arasında görürsünüz 2'dir. DF 6 hissədə hansı, məsələn, D-dən başlasam
1, 2, 3, 4, 5, 6. Onda DB-ni götürəcəm. DF bölünsün DB. D variantında 4, 4. Yəni eyni hərfləri götürməyə ehtiyac yoxdur. Burada da müxtəlif götürə bilərəm. Məsələn, C-dən başlayıram. 1, 2, 3, 4. Onda oldu C, G. İndi A-dan başlayaram. 1, 2, 3, 4. Bu da olacaq bölünsün A, F. Yəni hər birində 4 hissədir. C, G bölünsün A, F. 4-ün 4-ə nisbəti olur. Sonra digərlərində 3-ün 1-ə, yəni bunların da hər birini buna uyğun qaydada yazarsınız. Məsələn, F-i də yazım. F-də 3 pay buradan götürün. Bax, 1, 2, 3, C, F bölünsün. 1 payda götürərəm GH. GH. Yəni, hansını istəyirsinizsə, sadəcə yazanda böyük hərflərlə və onlar arasındakı hissələri sayın. 2 nömrəli çalışmamızda N nöqtəsi AB parçasını hansı nisbətdə bölür? Baxıram, bax, təxmini bunu burada bir nöqtədə götürsə, görürük ki, bunlar 3 bərabər hissədir. Onun 1 payı bura düşüb, 2 payı da bu hissəyə düşüb. Deməli, 1/2 nisbətində bölür. Sonra ölçməklə cavabınızı yoxlayın. Siz xəttkeşlə ölçüb də görərsiniz ki, məsələn, burada ala bilər 2-4 cm, 2 cm bura alarsınız, təxmin deyirəm, 2 cm, 4 cm bura, 2 cm də 4-ə bölüb sadələşdirsək, yenə 1/2 alınacaq. Burada da, baxıram, bax, nöqtəni 1 buradan, 1 də buradan qoysam, 3 bərabər hissəyə bu bölünüb, 1 bu. Bizə də n-i deyir. Ona görə 3 bölünsün 1 nisbətindədir. 3 pay birindədir, 1 pay birində. 3 nömrəli çalışmamızda 120 kiloqram unu verilmiş nisbətdə 2 hissəyə ayırın. A variantı. Yəni 1 pay birini, yenə deyirəm, bilmirik nəyə bunlar ixtisar edibsə, onu x ilə işarət edir. Ona görə olur 1x. Tabi 1-i yazmırıq. x üzərinə gəl. x bərabərdir 120. 2x bərabərdir 120-yə. X da bərabərdir 60. Deməli 60, 60. Hər ikisini 60-a bölsək, yenə 1 bölünsün 1 alırıq. B variantında yenə 2x üzərinə gəl 3x bərabərdir 120. 5x bərabərdir 120-yə. X da bərabərdir 24. İndi yerinə qoyuruq. 2 vurulsun 24 bərabərdir 48. 3 vurulsun 24 bərabərdir 72. Görürsünüz, toplayanda yenə 120 alınır. C variantında 3x üzərinə gəl 7x bərabərdir 120. 10x bərabərdir 120-yə. X bərabərdir 12. Yenə 3 vurulsun 12 36. 7 vurulsun 12 84. D variantında 5x üzərinə gəl x bərabərdir 120. 6x bərabərdir 120-yə. X da bərabərdir 20. Yenə yerinə qoyuruq. 5 vurulsun 20 100. O 1x-dir deyə bunda 1 vurulsun 20 20. Yenə gördünüz, cavabımız 120 olur. Y variantında 11x üzərinə gəl x bərabərdir 120. 12x bərabərdir 120-yə. X bərabərdir 10. Yəni 11 vurulsun 10 110. 1 vurulsun 10. Bu da 10. F'də 7x üzərinə gəl 8x bərabərdir 120. 15x bərabərdir 120-yə. X da bərabərdir 120-ni bölürük 15-ə 8. Deməli 7 vurulsun 8 56. 8 vurulsun 8 64. G'də 70x üzərinə gəl 50x bərabərdir 120. 120x bərabərdir 120-yə. X da bərabərdir 1. Deməli 70 vurulsun 1 70. 50 vurulsun 1 50.
4 nömrədə eyni qayda ilə həll edirik. Sadəcə burada 100-ə bərabər eləyəcək. A bəndində 3x üzərinə gəl 2x bərabərdir 100. 5x bərabərdir 100-ə. X da bərabərdir 100-ü bölürük 5-ə 20. 3 vurulsun 20 60. 2 vurulsun 20 bərabərdir 40. B-də 2x üzərinə gəl 2x bərabərdir 100. 4x 100. X bərabərdir 25. 2 vur 25 50. 2 vurulsun 25 50. Digər variantlarını sadəcə yazacağım, cavablarınızı yoxlayasınız. Bu da digər variantların cavabları. Deməli, B variantı 50-50, C-də 70-30, D-də 30-70, Y-də 55-45, F-də 40-60, G-də də 52-48. Görürsünüz, hər bir cavabımızı toplayanda yenə 100 olur. Sadəcə 3/2, yəni 3 pay birinə verib, 2 pay birinə. Yəni bunların hər birini 20-yə bölüb. Məsələn, A variantında 60-40 almadıq. 60-40. Hər birini 20-yə böləndə 3/2 nisbətində olur. 5 nömrəli çalışmada isə indi 3 hissəyə bölüb, yenə eyni qayda ilə həll edirik. Bilmirik hansı ədədə ixtisar olunduğunu, ona görə yazırıq. A variantında 2x üzərinə gəl 2x üzərinə gəl 5x 45 kiloqramı deyir də, bərabərdir 45. 9x bərabərdir 45-ə, x da bərabərdir 5-ə. İndi 2 vurulsun 5 10. 2 vurulsun 5 10 və 5 vurulsun 5 25. Görürsünüz, yenə toplayanda 45 oldu. Yəni 10 pay birinə, 10 pay birinə, 25 pay da birinə düşür. B-də yenə 2x üzərinə gəl 4x üzərinə gəl 2x bərabərdir 80. 6 2 8x bərabərdir 80-ə, x da bərabərdir 80 bölürük 8-ə 10. 2 vurulsun 10 20. 4 vurulsun 10 40. 2 vurulsun 10 bərabərdir 20. C-də 35 dəftəri 3 şagirdə, yəni elə bölməliyik ki, 1 pay birinə, 2 pay birinə, 4 pay da birinə düşsün. Ona görə x üzərinə gəl 2x üzərinə gəl 4x bərabərdir 35. 7x bərabərdir 35-ə, x da bərabərdir 5-ə. Bu da birinci 1 vur 5 5, 2 vur 5 10, 4 vurulsun 5 20. D-də 180 manat pulu 3 fəhli arasında, yəni 2x üzərinə gəl 3x 4x bərabərdir 180. 9x bərabərdir 180-ə, x da bərabərdir 20. Yəni 2 vurulsun 20 40, 3 vurulsun 20 60, 4 vurulsun 20 80. Gəldim məsələ həllərinə. Qonşu bucaqların dərəcə ölçülərinin nisbəti. Yəni 2 pay bura düşüb 2x yazırıq, 7 pay da bura. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Yəni 2x üzərinə gəl 7x bərabərdir 180. 9x 180, x bərabərdir 20. 2 vur 20 bərabərdir 40-a, 7 vur 20 bərabərdir 140. Görürsünüz, yenə toplayanda 180 oldu. 2. Beton qarışığı 2 hissə sement, yəni 2 pay birindən götürüb, 3 pay qum götürüb, 4 pay isə çınqıldan hazırlanıb. 27 ton beton qarışığı hazırlamaq üçün, yəni bunların cəmi 27 olmalıdır. Amma bilmirik nəyə bölüb deyə, 2x üstə gəl 3x üstə gəl 4x bərabərdir 27. 9x bərabərdir 27, x da bərabərdir 3. İndi demək, onda biz hər nə qədər götürmək lazımdır? 2 vur 3,
sement olur 6, qum olacaq 3 vur 3 9, çınqıl isə 4 vur 3 12. İndi deyir 4 ton sementdən. Biz 2, 3, 4 nisbətində birinci sement idi, ikinci qum idi, üçüncü isə çınqıl. İndi sementi 4 ton elibsə, demək 2 dəfə artırıb, hər birini 2 dəfə artırmalıyıq. 3-ü də 2-yə vururuq, 6, 4-ü 2-yə 8. Demək cəmi nə qədər oldu? Bunları toplamalıyıq, olacaq 18. Yəni bunun da cavabı 18. Samir və bacısının yığdığı göbələklər. Bu Samir, bu da bacısı. Samir 12 göbələk yığarsa, yəni 3-ü biz 3 böl 4-də 3-ü neçə dəfə artırdıq? 12 oldu, 4 dəfə. Deməli 4-ü də 4 dəfə artırmalıyıq, 16. Yəni bacısı olur 4 vur 4, 16. Cəmi 42 göbələk, yəni 3x üzərinə gəl 4x bərabərdir 42, 7x bərabərdir 42, x da bərabərdir 6. Onda Samir olur 3 vur 6, 18, 18. Bacısı isə olacaq 4 vurulsun 6, 24. Görürsünüz, yenə toplayanda 42. Buğda və arpa zəmilərinin sahələri. Bu buğda, bu isə arpa. Buğda zəmisinin sahəsi arpa zəmisinin sahəsindən 20 hektar çoxdur. Yəni buğdadan biz arpanı çıxsaq 20 olacaq. Buğda 9x-dir, arpa isə 5x bərabərdir 20, 4x bərabərdir 20-yə, x da bərabərdir 5. Onda buğda 9x idi, 9 vur 5 bərabərdir 45-ə, arpa isə 5x idi, 5 vur 5 bərabərdir 25. Sinifdəki 28 şagird 3 qrupa bölündü. Şagirdlərin 7-də 3 hissəsi birinci qrupa. Yəni onda birinci qrupu tapmalıyıq. 28 vurulsun 7-də 3, 4, 4-3-ə 12. Deməli birinci qrup 12-dir. İkinci və üçüncü qrupdakı şagirdlərin sayı. Əvvəlcə bu ikinci, üçüncü qrupa cəmi nə qədər şagird düşdüyünü tapaq. 28-dən bu birinci qrupu çıxsaq 16. Yəni bu ikisinə 16 qalır. O da 3 böl 5 nisbətində bölünüb. Yəni 3x üstə gəl 5x bərabərdir 16. 8x 16x bərabərdir 2. Bunda ikinci qrup bərabər olacaq. 3 vurulsun x-a, yəni 3 vur 2, 6. Üçüncü isə 5 vurulsun x, yəni 5 vur 2 bərabərdir 10. Hər qrupda neçə şagird oldu? Birinci qrupda 12, 2-də 6, 3-də isə 10. Üçbucağın tərəfləri 3, 4, 5 nisbətindədir. Böyük tərəf, bax buradan baxanda görürük ki, böyük pay 5-dir da, 5x. Kiçik tərəfdən 4 santimə kiçik isə 3 pay olandır. Bunların fərqi 4 olacaq. Yəni x bərabərdir 5x-dan 3x-i çıxdıq 4. Bizə deyir ki, böyük tərəf kiçik tərəfdən 4 cm uzun olarsa. Buradan alırıq 2x bərabərdir 4-ə, x da bərabərdir 2-yə. Deməli, onda tərəflər oldu. Bu hissəni silim. Onda kiçik tərəf oldu. 3 vurulsun 2, 6. Orta tərəfimiz 4 vur 2, 8. Böyük tərəfdə 5 vur 2, 10. Bizdən istəyir üçbucağın perimetri. Perimetr də bərabər olur 6, 8, 10. Yəni 24. 12. Anar lenti nisbətində 3 hissəyə böldü. Kiçik hissənin uzunluğu 12. Yəni bax bu kiçiyimiz budur. 2x 12. Yəni x bərabərdir 6. 6-ya vurub. Lentin əvvəlki uzunluğunu, yəni hər birini 6-ya vurub da. Əvvəl 2, 3, 8 idi. Kiçik hissə oldu 12. 6-ya vurubsa 3-ü də 6-ya vurmalıyam. 18. 8-i də 6-ya vurmalıyıq. 48. Bizdən də bunun cəmini istəyir. O da bərabərdir 78.
13. Quşçuluq fermasında saxlanılan qaz və ördəklərin sayı 13. Deməli, qaz bölünsün ördək bərabərdir 1/2. Ördək və toyuqların sayı ördək bölünsün toyuq 4/5'dir. Fermadakı qaz, ördək və toyuqların ümumi sayı 1320. İndi burada baxırıq. Bax, ördək. Amma birində 2-dir, birində 4-dür. Bunları eyniləşdirməliyik. Yəni 4 olması üçün 2-yə vurmalıyım. Ona görə 1-i də 2-yə vurmalıyım. 2/4 nisbəti. Bunlar axı ekvivalent nisbətlər. Buradan gördüm ki, deməli qaz 2-dir. Qaz 2 qızdır. Ördək 4x-dir. Çünki hər ikisində 4-dür. Toyuq isə 5x-dir. Cəmi də 1320-dirsə, 2x üstə gəl 4x, 5x bərabərdir 1320. 11x bərabərdir 1320-yə, x da bərabərdir 120. Bizdən istəyir ki, fermada neçə qaz, neçə ördək, onu da gətirib burada yerinə 2 vur 120, 240, 4 vur 120, 480, 5 vur 120 isə 600. Deməli, qaz 240-dır, ördək 480, toyuq isə 600. 14. Kişmişin 1 kiloqramı 6 manat. Demək, kişmiş 1 kiloqramı 6 manatdır. Ərik qurusunun 1 kiloqramı isə 1 kiloqramı 12 manatdır. Satılır. Kişmiş və ərik qurusu 3-2 nisbətində qarışdırılmışdır. Yəni 1 kilonun 3 payı kişmişdir. Kişmiş böl ərik 3/2'dir. Yəni 3x üstə gəl 2x bərabərdir 1 kiloqramı. Buradan 5x bərabərdir 1'ə, x da bərabərdir 0,2. İndi tapsaq kişmiş bərabər olur 3 vur 0,2, 0,6, ərik isə 2 vur 0,2, 0,4. Yəni 600 qram kişmişdir, 400 qram ərik qarışdırılıb. İndi bizə deyir ki, bu qarışığın 1 kiloqramı neçə manatdır? Kişmişin 1 kiloqramı 6 manatdırsa, onda 600 qramı 0,6-nı 6'ya vururuq, 3,6. Əriyin 1 kiloqramı 12-dirsə, 0,4'ü də vururuq 12'yə, 4,8. Bizə də deyir ki, cəmi bunları toplayırıq. 3,6 üzərinə gəl 4,8. 8,4 manat.